2020-ci il Ford F150 2.7 motor 64.000 mil yürüyüşlə $6.400 start qiymətinə maşın aksiyona çıxır bugün. Farası, buferi, krilo, bir də kapotda belə bir zədəsi var. Arxa bagaj qapısında da belə bir zədəsi var. Başqa maşının zədəsi yoxdur. Ara parçası sidenik. Sidenik yeri bak, bir də dam yeri bak artıq maşında. CarPlay dəstəkləyən monitor, Ultrol. 2 də dam yeri bak artıq maşında. Buradan da kodu paylaşmaq olmur. ...2019-cu il Hyundai Elantra Sport 1.6 motor 89.000 mil yürüyüşlə $1.800 start qiymətinə maşın aksiyona çıxır. Maşının qabaq buferində zədəsi var. Fara, krilo. Bir qapısında belə bir batığı var, yan güzgüyə ehtiyacı var. Lük mövcuddur maşında. Sağ tərəfdə də belə bir cızığı var qapıda. Dam yeri bak, sidenik, diz bir də rol yeri bak atıb maşında. Qara dəri sidenik, 4 knutka, sidenikin isidilməsi mövcuddur. Zabit qara damla. Buradan da Vinkodun paylaşdım. 2022-ci il Mercedes-Benz GLS 450 4 matik 3 motor 24.000 mil yürüyüşləndir maşın. Maşın hayazadır. $54.400 start qiymət. Maşın bugün aksiyona çıxır. Maşının qabaq hissəsi. Maşın tam zədəsidir. Heç bir zədəsi yoxdur. 360 kamera, kör nöqtə, 4 qapıda qaçarsı daxil olma. Panorama, lük mövcuddur maşında. Gördüyünüz kimi heç bir zədəsi yoxdur. Ağ dəri sidenik, sidenikin elektron idarə olunması, memri paket, isidilməsi, soyudulması mövcuddur. Kablosuz şarj olma, elektron pribor, elektron CarPlay dəstəkləyən monitor. Buradan da Vinkodun qeyd edilir.